Görəsən kim elədir bu yazıq telefonu? Yoxdular, yoxdular. Hələ gəlməyiblər. Mama, mama, mama! Mama! Hə? Bura bax! Diplomu aldım, mama. Mübarək dayım bu, Hala, mübarək. müzünü getir. Bereket. Burada da orası diplomlar üstüne. Bereketli olsun, ay Allah. Geldi. Şirat, nahi! Yoktular, her Pardon. işten gelmeydiler. Akif! Akif! İndi ben sen harda işleyeceksin oğlum? Bu Ha? Mehmet yoktu. Ha. Türkler de Kırdalanda müşterek bir firma açıyor. Ne böyle su desteği sağladı, su katırından falan peşmekan. Ben de restoran verip işleteceğim de. Ne? Restoran. Restoranlardan kıyaksı çıkmıyor. Sen esna rahat olma. Şimdi koy. Ben o restoranı götürüp işlediğim. O restoran temizliğine göre, kıymetlerin düzlüğüne göre Azerbaycan'da birinci olacak. Ne diyeyim ay oğlum? Madam ki yüreğindendir. Bu işin havanda olsun. Tamam, ay. ha. Ya, yine bakalım akşam diploma alma münasebetinde bir tane kaşen süt olacak. Oturağımız burada. Elə ürəyimə danmışdı, onun için akşama qazan açsın. Ama su. Bu uşaqlar da gəlsinlər. Mən də könlüm açılsın, bir yerdə oturub yiyəcək, hə? Mama, deyirəm, bəlkəm akşam... Hə, dilbəridir. Ay sağ ol, hə. Əlbəttə, halalca nişanlındır. Doğru da. Gəlsin də. Yaxşı, onda ben gittim onda. Akif, amma sən Allah, yine gələndə biraz abırlı değilsin. Sen darıxma. Qoy o bu evə gəlin gəlsin. Minisi, falanı beş mekanı o hamısı düzələn şeydir. Özdə uşaq bağçasında işə düzəldi. Tərbiyəçi. Uşaq baxırsan, nə yaxşı Yaxşı, mən getdim, davay, sağ ol. Sağ olun. Bak. Okuyan diplomalardan tebrik ederim. Restorana müdür təyin ediblər onu. Şurada. Olacak Julik'in biri. Niye elə deyirsən? Güya ki səninki juliklıq eləyir. Fikret'in elinde ne var ki? Asfalt yiyecek. Baxma, əclaf adam asfalt nədir laf zəhirmar da Ha, olsun bir yiyir. dakika. Fikret'in diplomu bana lazımdı. Suretini çıkartmalıyım. Axşama xörək pişirməm, plov pişirmişəm. Təbrik eləyirəm Şərəf xanım. Çox sağ ol qızım. Özü də işdə Nahidin diplomunu istəyiblər ondan. İşə gedəndə demişdi alım yadımdan çıxıb. Görüm. Buyur. Axşama bir şey pişirmə. Akif söyüncəkdir, istəyir ki bir yerə yığışaq. Yaxşı. Salam ana. Necəsən? Salam oğlum. Babam ne yok? Necə olacağım? Siz yaxşı olanda mən də yaxşı olaram. Ay oğlum. Bura bax. Akif'in diplomu deyil. Aa ne yaxşı gözün aydın gözün aydın. Çox sağ ol. Ve sobuslar hanı bizimkiler hanı? Apardılar. Dedilər lazımdır. Necə nə apardılar? Kimə lazımdı o? Hər şey. Adı Dayan, Nilbəri. dayan. Ay oğlum, dayan. Sizdə qaldı ya mən. Nə fərqi var? İstəm. Yaxşı ana. Gelin bir yasız yuyulun. Gel, gel. Salam. Ne oldu banacan? Bir hadise falan baş verir. Heç nə olmayıb. Nə olacaq ki? Şükür, şükür Allah'a şükür. Ki salamatçılıkta ama hiç inanmağım gelmiş.
Akif'in diplomu. Bu lab əla oldu anacan. Lab yerinə düşdü. Qeyd eləmək lazımdır. Yaxşı bir stol açarıq, gəlinləri də barışdırarıq. Elə mən də onu istəyirəm də. Arada görüş barış olsun. Bəs Akifin özü hanı? O indi gələcək. Getdi Dilbəri getsin. Gətirsin də, nə deyirəm? Biz evlənib başıma tac qoyduq. O da. Elə demə oğul. Mən gəlinlərimdən bir o qədər də narazı deyiləm. Düzdür, biraz uşaqlıq eləyirlər. Hələ cavandır. Vaxt gələr, ağıllanar. Mən ölüm. Bizi çərlədib infak edəndən sonra ağlanacaqlar. Sonra da düşəcəklər dava dərman dalınca ki, vay yerim əldən getdi. Vay yerim əldən getdi. Akif deyir ki, Dilbər işə girir. Uşaq bağçasında tərbiyəçi. Bu lap əladır anacan. Gəlib bizimkiləri də tərbiyələndirər. Nahid! Başlandı. Tufan, uraqan, qasırğa. Gəlmisən? Bəs mən sən axşam nə demişdim hə? Niyə gəlmədin işimin üstünə? Sənə demişdim ki, gəlməyəcəm də. Mən də dedim ki, gəl. Gəl mənim o müdürümlə kişi kimi danış balam. Gör məndən nə istəyir də. Ay, ortada heç nə yoxdur. Mən gedim onunla nə danışım, ha? Deyim ki, niyə arvadıma deyirsən ki, qaşqabaqlı olma? Düz deyir də, kabinetə girəndə biraz fərəhli ol. Gülümsə. Nə olar? Deməli belə hə, Nahid? Ay, balam. İndi mən gedim yumruğu qoyum o kişinin qulağının dibinə ki, nə var? Niyə arvadıma demirsən ki, qaşqabaqlı olma? Olma deyir, olma da balam. Nahid! Əsmər. Hə. Bir də ki, insan nə qədər güləriz olsa, o qədər qəşəng görünər. Bəs çaya nə deyirsən hə, Nahid? Çayımı da yəqin, yaxşı dəmləmişsən, tərifləyib də. Yaxşı. Deyirsən əgər işçinin borcu müdürünə təbəssüm göstərməkdir də, hə? Heç eyb yoxdur. Əsmər, ay Əsmərim, bir dəqiqə. Ay canım gözüm, ay gözüm eşir, ay sənə qurban olum. Sən o Şəbnəmin canı, icazə ver, nuş canlıqla bir tikə çay çörəyimi yiyeyim də. Acından ölürəm axı. Çay çörək vaxtı deyil, keçəbə giyin gedirik. Hara? Rajdeniyə. İndi kiminkidir? Anam gelin qorsunun, xalasının əmsi gəlini. Bura bax, saxla. Daha bəsdir. Mən rajdeni majeni bilmirəm, özdə heç bir rajdeni getmirəm. Abalam, evdə paltar qalmayıb, köynək qalmayıb, xrustallar hamısı pırr eləyib uçub gediblər servantdan. Bircə o qalıb ki, bugün sabah rüstürü çıxarıb aparaq. Əsmərim, xəbərin yoxdur, Akif diplom alıb, qeyd eləyəcəyik. Bir əntiqə məclis açarıq, kampaniya fason. Sən də oturarsan o de, yuxarı başla. Nə? Mən o adamla bir yerdə oturmaram, bildir? Ay gözümün işığı, ay Əsməri. Bir həyətdə iki gəlin yola gedə bilmirsiniz. Adam da heç zivə üstündə davadalaş eləyər. Şükür Allah. Ondaki ev beğenmişsiniz. Tahsir onda da Nahid. Bak görür ki paltar yuyuram. Heç lazım deyil ona. Acıma gətirir 2-3 dənə paltarı başlayır yaxalamaq ki mən əsəbləşim. Əsəbləşmə Əsmərim, əsəbləşmə. Mən bu saatı sizi barışdırırım. Nə? Mən başa zat deyiləm. Keçəbə yeni gedirik. Hara? Necə yəni hara Rajdeniyə? Bura bax Əsmər. Ben sana dedim ki Rajdeni majeni getmə. Öyle aç şkafı. Gör orada kombinasiyadan zatlar ne tapırsan. Götür apar. Oğlan uşağı diye Nahid. Ne olur? Anası giyer. Mən evə qənd almaqdan, pəsək almaqdan daha yoğulmuşam ha. Hara gizləsin zalımın qızı. Sən razı deyilsən. Xeyr ola, hangi bir şey? Dedim axı, teatra bilet almışım. Birinci sıra.
Düz ortaya yerlər. Ay kız senin başın lap harap olur. Anam süfrə açıq, bir yerde oturmalıyıq, bir yerde olmalıyıq. Mən onunla bir yerdə oturmaram. Ağzı, ərifi görüb özündən çox çıxmaya, danışıqlı bilginə. Mən onunla bir yerdə oturmaram. Sən minnətin olsun ki, mənim yanımda oturacaqsan. Qışqırmalına bax sən Allah. Əsmər, sən başladın qışqıraram ki. Haber bəsdir. Vahid, indi kömək olur, qalıram burada, oturam, lap yuxarı başlayam. Sesini. Əldə verəcəksən deyirəm. Xoşum gəldi səndən mən. Sənin acığına yuxarı başda özüm oturacam. Ay sağ ol, hele mən də onu istəyirəm də. Bir yerdə qalmalıyıq. Həm biz də heç yerə getmirik, qalırıq. Əsmər, önce bəri başdan anam demişəm, yoxlar olun ki. Bilirsən mən səni hardan gətirmişəm? Dağlardan. Sən dağlardan. Ne dağlardan? Dur. Yox. Dur. Yox. Dur sen mən. Yox. Dur da. İşləyimiz üç canlı olacaq. Barış. Barış dağlar kızı Barış. Am çalgını Barış. Ay Allah, barışmıram Vahid. Yaxşı da əlini uzat, əlini. Git, əlini uzat, bax. Yaxşı. Ay kız yaxşı çırağına eləmə Barış. Aferin, anacan gözün aydın barıştılar. Ay gebelediler. Sizin de gözünüz aydın olsun. Deyirəm, teatra bileti almışdım. Birinci sıra. Düz orta yerlər. Az deyil, mən də Rajdeniya geyəcəkdim də. Odur da Akif diplom alıb. Bir yana baxanda bizim elə dığdığımızı salan odur. Səri. Ay onu niyə aldın, bunu niyə aldın, onu niyə gətirdin, bunu niyə götürdün? Həri. Həmişə mehriban olun. Küsülük kədər gətirər. Hayf deyil bir yerdə gülüb danışmaq. Anacan, şair de burada güzel deyib. Yazıq o şəxsə ki, qara qabaqdır. Ne güzel yaraşır insana vurmaq. Gülmək. Düz deyib də ay bala, düz deyib. İnsanın günü nə qədər xoş keçsə, ömrü bir o qədər uzanar. Yaxşı da, barışan kimi bıça başlamayın. Bak gelin oturun, süfrə hazırdır. Özde pulov da bu dəqiqə gələcək. Lap ziyafətdir mən. Gel. Bəs səbəbkarın özü hardadır? Olsun heç məclis olar. O indi gələcək. Çabana da gəldik. Bravo. Azının yaşınmağına bax sən Allah, keç ona bir yaylıq verin. Sən el. Onu da verin. Qabağa xoş gəldin elə onu. Hə, düz deyirəm. Sən yaxşısan, keç. Gedin. Təbrik ediyorum. Qədəmləri mübarək. Ay Dilbər qızım. Sən bu evə xoş gəlirsən. Geçin. Başka bir ne var lan? Hələ Akifə dedim, biraz abırlı gelsin. Hoş geldin. Əyləşin balalarım, yiyin, için şənlə. Ana gel sen otur mənim yanımda. Gel. Ana düşmüsən. Anacan, gel bizden hele. Burada mən oturacağım. Ev yok. Narahat ol. Yiyin için. Götür bunu.
bizimle otur. Ha, gel. Ya sağ ol. Gel ola, gel. Otur ana, otur. Əyləş. Görürsən, gəlin belə olar, yoxsa sənin kimi. Buyur Akif, buyur. Sağ ol. Ana, bəs aşağı ne? Birazdan olur. Ha, devam edin. Mən süzün abi ya. Ha, bir dəqiqə, bir dəqiqə. Ha, buyur gel. Yiyin. Akif, hə. Təbrik edirəm. Sağ ol qardaş. Diplomun çox mübarək qardaş. Çox sağ ol, Təbrik edirəm. Gəlin bax sən də xoş gəlmisən bizim evə. Sağ ol. Xoş gəlmisən. Hoş geldin. Sağ ol. Təbrik edirəm Akif. Sağ ol. Mamushka. Arıyorum. Mamushka çok iyi ya. Mamushka. Da. Ya sen öderim mamina. Ma, bir Necek'e gitmiştim. Ha. Orada dediler ki bizim bu evleri, bizim məhəllənin hamısını gelip sökəcəklər. Necə yəni sökəcəklər? Böyle dediler, sökəcəklər. Niyə axı? Sökəcəklər, deyirlər, yerindən uşaq bağçası gedəcəklər. Bir gün sabah gəlib bu şey, hamını siyahiyə almalıdır. Özdə adam başına $7.000 pul verəcəklər. Heyf. Hərə bir tərəfə düşəcək. Bu heç mənim xoşuma gəlmədi. Anamı üstümüze yazdırsak bir otaqda əlavə ala bilərik. Şərəf xanım. Gel böyük gəlin sana qulluq eləsin. Az nə danışırsan? Mən ölmüşəm, sən ona qulluq eləyəsən. Qulluğu ona mən özüm eləyəcəm. Bir mən yiyib 5 sənə yedizəcəm. Şərəf xanım, gəl otur mənim yanımda. El adətinə görə qaynanaya kişi gəlinin qulluq eləyər. Sən elə bir dənə dinqələ yumurtadan çıx, sonra danış da. Sağ ol Mamushka, xoşum gəldi. Nahid, dur ayağa gedir Rajeniya, dur. Tez ol, dur. Mən heç ara getmirəm. Dur. Bizə gedin teatra. Zəhmət çəkib bilet almışam. Niyə batsın ki? Estağfurullah, ay qız bizim evimiz elə tiyatrodur da. Hara gedirsiniz? Axı qonağımız var. Siz Allah qanqaraçılıq eləməyin. Oturun, yeyib içməyinizdə olun. Şərəf xanım, istəyir bütün dünyanın naz nimətləri bu stolun üstündə olsun da mən boğazımdan keçməz. Sən məni bir böyük gəlin kimi saymayandan sonra, sokumu içməyəndən sonra mən bu işıqlı dünyada niyə yaşayıram? Mən özümü gedib öldürəcəyəm. Deməli mən pis gəlinəm də, hə? Sənə layiqli gəldi öləm də, hə? Daha mən bu hesablarla nə şaşıram bu dünyada? Mən də öldürəcəyəm özümü. Öldürəcəyəm özümü. Dayanın, görün bir... Hə Mamushka. Sənin anon ya bizim yanımızda qalacaq. Ya da mən bir də bu həyətə ayaq basmayacağam. Yo Mamushka, yo. Onlar istəyirsən anovuslərini yazdırıb bir otaqda araşdırsınlar. Yo Mamushka, yo sen cansın öz cansın. Kılınız berekatın mama ancak bizim yanımızda kalacak. Точно? Dur. Şərəf xanım, əlimdə gördüyünüz bu bir şüşə maye xalis esensiyadır. Mən özümü bu həyatda alçaldılmış və ən nəhayət belə demək mümkünsə təhqir edilmiş bir insan hesab etdiyimə görə bunu içib özümü öldürəcəyim. Yok kızım, öyle şey eləmə. Bura ver, bu Yox, yox, Bura ver, yox. içmə. İçirəm, içirəm, Eşmiş olsun. Ay oğul, nə danışırsan? Dur al əlindən şüşəni. Qoy içsin. Ona qulasın kızım. O piyandı, bilmir nə danışır. Bura ver onu. Sen Allah, içme onu kızım. Ay yok. Ada niye oturmuşsun? Gelin kömeğin, görmüşsünüz özünü öldürür. Hanım, Elvida, sen ki beni saymadın ha. Aslında öldüreceğim özümü. Aman Öldüreceğim Allah, özümü. evim yıkıldı. Ay uşaklar, niye oturmuşsunuz? Görün kömeğin, öldürürler birbirini. Ver. İçirəm, içirəm, Gel. İçme hele gel. Evet, sağ ol. Əla barzondur. Dünən 5 şüşə alıb getirmişdim bunun üçün. Barzondur. Barzon. Hə. Sən elə bilsən bu esensiyadır. Bunlar hamısı bəhanədir ana, bəhanə. Yaxşı, çox gözəl. İndiki belə oldum. Onda mən çıxıb gedirəm. Özdə bir dəfəlik. Yok kızım, hiç yanına gitme. Nahid, gerçek skamekan ayağımın altından yüreğim patladı. Qiyamət olar mən ölüm. Az özümü yıxıl yerə öl deyərlər infarkt. Çek skamekan ayağımın altından.
Hay Esmer, eğer sen bilmirsen ki skameyka yere mıhlanıp özünü açmak istiyorsan yeri git odur içeri. Evin desturu möhkemdir. Oradan as özünü öl. Deməli, sən mənim ölməyimi istəyirsən də, hə? Acıqla mən döndürməyəcəm özümü. Mən də çıxıb gedirəm anam ilə. Yok. Koymayacağım hiçbirimizi gedesiz. Koymayacağım. Açmayacağım. Açmayacağım, koymayacağım gedesiz. Çıxıb gedirəm, açın qapını. Ay aman ay aman aman gelinler Kaynana elinden yanan gelirler Her sözü söz eyler yaman gelirler Yakşısına canı kurban eylerler Ay aman aman gelinler Kaynana elinden yanan gelirler Her sözü söz eyler yaman gelirler Yamanından aman eylerler Evişin tacı olur gelirler Baldızına bacı olur gelirler Heyferden acı olur gelirler Yakşısına can kurban eylerler Evişin tacı olur gelirler Baldızına bacı olur gelirler Heyferden acı olur gelirler Yamanından aman eylerler İçeri girən kimi Elmira nənənin üstünə rüpərsən, yaxşı? Yaxşı. Bəs o şərəf nə nahar? Allah bilir. Mamçıqa, sandığı niyə bayıra çıxarırsan? Heç. Elə belə. İstəyirəm biraz bu sandığa hava dəysin. Özü yaman ağırda. Bəs niyə belə hirsliysə? Bəlkə dalaşmısan şərəfinə? Bəyən bilmirsən onun xəsiyyətini. Ay qız. İşdən evə gələndə mağazaya girib 2 kilo piso qaldım ki, gəlib mürəbbə pişirim. Bir dənə görürəm şərəf, pisoğu götürüb, aparıb töküb əlüzyana, suyu da açıb. Vay vay. Ha, yok oldu hepsi yok. Görün. Deyirəm ay arvad, почему так делаешь ha? Deyir ki, mənə uğurluq mal lazım deyil qızım. Görün. Ha, hələm keçən həftədə 3-4 kilo qeçka alıb gətirmişdim. Onu da atıb toyuqların qabağına. Yəqin elə bilir oğuruyursan da. Oğuruyursan. Nə? Ay qız, mən uşaq bağçasında işləyirəm deyə evə işini alıb gətirməyim. Hə, Doğru. yaxşı, ayıbdır. Cəmi kain gəlinsən, hər şeyi söz eləmə. Özü onu bəs. Hamama gedib. Bax, evdə hamam var. Amma yox, ona əsl hamam lazımdır. Pristavляешь xəbər? Bax, özünün kilinə gətirəsi ola, mənim kimi aparım. İmport arabası gətirəmi. Az nə olar, qaynanandır da. Götür qoyaq yerinə, gələndə mən sizi barışdıraram. Dışdı o xəbər. Atam canım, mən onunla da bir yerdə qalmaram. Mənə deyir ki, Dilbər, qızım, niyə min yubka geyinirsən? Deyirəm, ay arvad, sən nəyinə gələkdir? Belə xoşum gəlir, geyinirəm də. Ağzına nə gəldi danışır. Az fikir vermə, deyir də, yaşlı arvaddır, yazıqdır. Yazığın gəlir, apar öz evinə. Nəşə aparmısan? Dilbər, sən əziz cancım, inciyərəm səndən özdə qəlbəm. Bilirik də, evlərin sökülməyə yalan olur. Ona görə belə eləyirsən. Niyə? Sən elə gəlir ki, xalq çörəyi burnuna yiyir. Bilirsən nə var? Kiçik gəlinsən, qaynana da sənin yanında qalacaq. Tam canı qoymaram. Çıxarmışam ki,
çıxarmışam. Az bu yana. Bu yana çək. Az bu yana. Bu yana. Ha, indiyəcən elə bilirsiniz, siz ağızsız əzvayın biriyəm, ha? Ha, ay hay. Sizlərə məni yaxşı tanımırsınız. Niyə? Yavaş-yavaş tanımama başlayırıq. Bilirsən nə var? Ya o qalacaq bu evdə, ya da mən. Alo, mama, çatdı aytır. Hə, sonra səni zəngilib yerim. Yaxşı, davay. Uy, sənə xoş-xoş danışdım. Ona görə belə elədin. Söz ol, gəl götür onu mənim qapımın ağzından. Yaxlaşım bunu. Yapış. Yaxşı götürürəm, bırak. Götürürsən? Götürürəm, ağırdır, kömürlük biraz nə olar? Söz ol, yapış. Ora, tək mənim qapımdan uzaq ol. Hey. Yaxşı. Bunu bura kim qoydu? Qurban o bəxtimə də, mən də elə bunu istəyirdim də. Deyil bən, ay bu həyətin təzə gəlini, askarsan dilbən eşitmirsən, çıx barə görüm az. Bu saat sənə başına bir oyun gətirir. Yaxşı bən. Dilber, kızım. Evdesən? Nədə ayar var? Heç. Deyirəm, yeni gəlmişəm. Bir stəkan çayın varsa, gətir içim. Ay, dedəm. Çay yoxdur. Qaynamayıb hələ. Odur ey, krant həyətdə. Tut ağzını iç nə qədər canın istəyir. Nuşicam. Hamamdan gəlmişəm, soyuq su ziyandı. Ay arvad. Что ты за человека? Sənin öz qətvən yoxdur be, mənimkini aparmısan? Aa, düz deyirsən. Bilmədim. Götürdüm, sonra gedib orada açıb baxıram ki, mənkidir. Nə olar, qətvə, gələn dəfə sən mənkini götürərsən. Ay Allah. Ay arvad. Gigiyena cəhətdən belə şeyə yol vermək olmaz ya, başa düşürsən olmaz. Nə? Nə dedin? Gigiyena da bilmirsən nədir gigiyena? Yox, bilmirəm nədir. Ay Allah. Gigiyena, это значит təmizlik, çistata, здоровье, sağlamlıq, başa düşdün? Hə, demək istəyirsən ki, mən təmiz deyirəm, hə? Yox, qızım, mən hələ uşaqlıqdan təmizliyi çox istəmişəm. Hələ rəhmətli anam deyirdi ki, təmizlik can sağlığın gövhəridir. Bu sandığı bura kim çıxarır? Mən, sonra sözün nədir? Canı, qurban olun bəxtimə. Mən də elə bunu istəyirdim də. Daş daşa, dırnaq daşa, siz savaşa, biz tamaşa. Axır ki, bunun da boğçası açıldı. Şərəf, saunaya getmişdi. Həmişə təmizlikdə. Keyfin necədir? Keyfdir də. Sizin keyfiniz yaxşı olanda mənki də yaxşı olur. Yo, maşallah. Mənim keyfim lap belə dağ başındadır. Mənim də keyfim fışdırıq çalışır. Olsun. Təki sizin keyfiniz yaxşı olsun. Mənlə yola getməsiniz də olar. Nə oldu? 2 ay bundan qabaq cici bacıydınız. Adı dilindən düşmürdü, hə? Mən kiçik gəlimin yanında qalacağam deyirdin. Nöşün qalmırsan, get qal da indi yanında. Mən elə bilirdim, belə olacaq. Dilber qızım, sən nahaq yerə məndən incilirsən. Yaxşı da, dedin ki, pisoku dükandan aldın, mən də inandım.
Məsələ pesok davası deyil. Yatırsan tutla. Pəri, elə bildi ki, evlər doğrudan söküləcək. Ona görə səni çəkdi yanına ki, bir otaq artıq alsın. Dilbər. Kızım. Kin saxlamaq yaxşıdır. Dünən oldu bu söz söhbət vardı da. İndi gəl düş, bu sandığı aparaq evə. Hansı ev aparsan onu? Necə yəni hansı evə? Mənim evimə, sənin evimə, bizim evimizə. Ne? Benim evime ni za что? Necə? Dedim yok da Arbat. Azerbaycanca başa düşmürsen niyet. No bildin? Niyə axı, no qızım? Niyə? Çünkü o köynek şeydi. Benim mebilimin ansamblını pozur. Meybilin nəyini bozur? Ansamblını. Başa düşmürsən? Yox. Yəni ki, bu sandık o mamıçqa mebelinə yaraşmır. Belədir. Minnəti olsun. Mən bu sandığı heç bir meylə dəyişməm. Şərəf. Mənimki Rumun mebelidir ya. Məndə də İtalyanskidir. Vaxtilə içindən Don Corleone'nin kostyumu asılır. Dilbər. Dilbər. Sandığımı çıxartdım var, belə çıxır ki, məni də evə buraxmayacaqsan. Cani qurban olum bəxtimə. Əcəb eləyirsən qızım, əcəb eləyirsən. Gəlin ki, qaynananın üzünə ağ oldu. Çələ küləsini belə bayra atmadı, nə gəlin? Haqqım var. Amma mən həmişə sizə ana olmuşam, qaynana olmamışam. Rəhmətli yanam hələ düz deyirdi. Əlimdə yayıma var, həftəmə ayıma var. Çəkdiyim zəhmətimə aldığım payıma. Ay Arvat. Bizden qabaqkilarda belə deyib be. Твоя мою ни за что не понимает. Ne için? Ay gözünün ışığı. Birinci, gelin qaynanadan heç vaxt küsməz. Sonra qaynana gəlin küsüşü paltar zivədə quruyanacan olar. Gəl, ağıllı ol, uşaqlıq eləmə. Akif də gələr, görər belədir, qanqaraçılıq düşər ortaya. Gelsin de Akif. Gelip neyineceğim mənə? Çıx o yan bu yan eder. Çıxıb gedərəm. Tadımır. Ne için ay kız? Mən sənə nə deyirəm? Ya ərin sənə nə deyir? Deyirəm ki, biraz açıq-saçıq giyinmə. Deyirəm ki, bədxərc olma. 2 gün maaşımızı verməyəndə salırsınız mənə qapılara, utanmazlar. Şərəf, mənlə sən? Yox, özümlə danışıram, dəli olmuşam. Aman Allah. Lazım deyil mənə heç birinizin evi. Elə bax, burada qalacağım, həyətin ortalığında. Taksır sizdə deyil, yox. Görünür mənim qismətim beləymiş. 6 il bura gələni ömür görmüş. İlyas'tan sonra mənim xoş günlərimin də kitabı bağlandı. Üzünü tutdum uşaqlara. Dedim, bəlkə onlardan bir gün görərəm. Görmədim. Hərəniz çəkdiniz onları bir yerə. Hərəniz bir qazan astınız. Hərəniz bir mətbəx düzəltdiniz. Nəvələrimin üzünü görmürəm. Utanmazlar. Şərəf, mən elə mecdə proçim soruşuram ha. Sən burada kimin qarasıca danışırsan? Elə hamınız bir bezin qırağısınız.
Şərəf, incidim səndən, sən əziz canım üçün özdə belə qəlbən ha. İnciməyə qalanda mən səndən çoxdan incimişəm. Hayasızlar. Hərəsi özünü meymun sifət edib salıb ortalığa. Danışanda da xoruz kimi kəkələnirlər üstüvə. Nə bilim, müasir dövrdür, mod elə dövr, belədir. Yazıq uşaqlarımı da döndəriblər bir yumağa. Deyinirlər, deyinirlər, deyinirlər. Bir söz deyirsən, cumurlar ataların önünə. Müasirlik, müasirlik. Laf belə. Müasir zaman sizə deyir ki, ha, əlinin üzünə ağ ol, ya da qaynananla kaşko-laşko oyna. Mama. Mamuliçka. Salam mama. Salam. Necəsən? Yaxşısan? Yaxşıyam, yaxşıyam oğlum. Sən normalna. Yaxşıyam. Nəsə belə bir tərsdir. Dilxorsan nəsə. Dilxoza döyürəm, lap yaxşıyam. Lap yaxşıyam. Ya, gənə də olmasın. Nəsə belə bir tərs görsənirsən, hə, Mamuliçka? Nədir? Yoxsa gənə xətirvə deyiblər, hə? Kim? Dilbər ömründə elə şey eləməz, yox. O elə adamdır, yox. Dünən hərçənd ki, bir balaca uşaqlıq elədi. Amma sən xəbərin yoxdur, amma gecə onu o qədər danlamışam, heç belə sesi də çıxarmıyor, yox. Quzu kimi deyə, o elə şey eləməz. Quzu nədir? Lap ceyran balasıdır. Hə, ay sol, tərbiyəli ailədən də. Tərbiyə görüb, özü də uşaq bağçasında tərbiyəçi işləyir, gələcək nəslin nümayəndələrini tərbiyə eləyir. Ha. Yaş, burada nə iş oturmuşsan? Oturmuşam da, hava qəbul edir. Hə, hava doğrudan da yaxşıdır. Yeba, Mamuçka. Oy, salam, necəsən Mamuçka? Mamuçka, yeməyə neyim var, gətir elə burada yiyək də. Hələ heç nə hazır deyil. Hazır deyil də. Yəqin hazırlayırsan da, hə? Hardasın indiyəcən Akif? Gör saat neçədir? Daha dedim, Mamuçka, başıma iş açmışam, valla. Özüm öz başıma, bir düş aşağı gəldi, söhbət eləyək də. Düş gəldi. Əsmər, Xavər, siz də bir daha bırakalım, sözüm var sizə. Deməli belə, bir dənə də işçimin sənədlərini verdim qoltuğuna, yola saldım onu, satdım işlər. 8 işçidən cəmi 5 işçi qalıb. İndi sözün nədir? Deyirsən gələksən əlinin altında qulluqçuluq eləyək? Bilirsən nə olar, özüm ölüm. Əla olar, hamımız bir yerdə işlərik, mafiya kimi bir olarıq da. Elə bircə o qalmışdı. Nəyə görürsün? İşim getmir də, kömək eləmək lazımdır da. Müəssisə böyük, mən tək. Biri oradan çağırır, biri buradan çağırır. Axırda bir günə əlacım kəsilib, qollarımı çırmalıb, özüm başlamışam işləməyə. Hə, gəlin bir yerdə işləyək. Gəlirsiniz yoxsa yox? Mama, sən nə deyirsən bu işə? Nə bilim, ay bala, özləri bilsinlər. Güya mənim sözümlə oturub duran var. İndiyəcən aldatdığın bəs deyil. İndi bizə ələ salmaq istəyirsən? Ay evlər belə sökülür, ay pullar belə verilir. Nə oldu? Amma mən də elə eşitmişdim də. Mənə də alladıblar da. Şimdi o söhbət təkdən keçdi getdi. İndi bax, gəlin siz mənə kömək eləyin. Tək qalmışam, düşdüm təpəmdən çıxır, kömək lazımdır. Gəl bax, elə sabahdan mənə bir yerdə işləyir. Siz də, Nahidlə də, Fikrətlə mən danışaram. Siz gəlin, başlayın işləməyə, sırazı göndərəm sizdə kursa. Hə, necədir? Baxmayaraq ki, işdən çıxmışam, amma sənə qulluqçu gələn deyiləm. Heç səndən gözləməz. Bomboy. Yes. Pırlavkanın dalında durmaq ayıb sayılmır. Kompüterin dalında oturmaq ayıb sayılır. Gəlmişsiniz, heç gəlmir. Mamuçka, bunlar gəlmirlər, gəlməsinlər. Bax, sən sabahdan. Elə sabahdan mən çıxıb geləcəm atam gilə. Bildin? Yox, ay qız, nə atam gəl, tezən nə olub kişiyəm?
Gene xəstələnib yəqin. Gəl deyək də. Salam anacan, salam. Necəsən? Nə var, nə yox? Salam. Nədir, yenə bir hadisə falan baş Bak verir? kişi xəstələnib da gərək gəlib deyim ona. Şükür, şükür bugünkü günə. Nahid! Qasırğa. Ərizəmi yazıb işdən çıxmışam. Gəlirəm sənin yanında işləməyə. Deyirsən, əgər işçinin borcu müdürünə təbəssüm göstərməksə, bu elə təbəssümü öz əlimə göstərim də. Düz demirəm? İşdən çıxmısan, əcəb eləmişsən, otur evdə, istirahət elə özün üçün. Bura bax, şəbnəmi də götür anan gildən özün bax. Mənim maaşım bizə bəs eləyər. Ne? Oturum evdə? Bəyər mən bu evə, evin küncündə oturmağa gəlmişəm. Əsmər, işdə dilyanla əsəbləşirəm. Evə də gələndə sən məni medirirsən da cin atmam. Əsəbləşmə, kim səni məcbur eləyir, hə? Ay hay, əsəbləşməmək olur ki... Mən o şeyxə müdür təyin olunanda bizim şirniyyatların heç belə üzünə də baxan yox idi. Hə? Sot konfetlərimiz mağazalara tökülüb qaladalar. Cəmaat xaricin birləri o, maskalı konfetlərini alırdı. Camaat neynəsin? Bizim konfetlər konfetdir ki, quru taqqanaq. Başa vurursan baş yarılır, daşa vurursan daş. Xavər, insafla də, bəsəni necə heç almırlar. Hərbi yaxşı, indi biraz babaqdır, camaat alır. Görürsən, canım çıxır, canım çıxır, canım. İşləməkdən canım çıxır. Sexdə bilirsən nə qədər adam məndən üzgün olub, nə var, onları yeməyə qoymur. Özdə bura bax, sən işə götürsən, onların üstünə qışqırdığım kimi sənə qışqıra bilmərəm. Başa düşürsən bunu, yoxsa yox? Bəhanədir, bir dəfəlik deyinəm ki, səni yanında işə götürmək istəmirəm. Yəqin sənin o işçilərinin təbəssümü mənim təbəssümümdən yaxşıdır. Ölürdüm elə onların təbəssümü üçün. Gəl sənə bir tikə çay çörək bir, yeməyini yiyin. Gel bu saat ondan üzr iste, getir onu eve. Tez eve. Yox bir, lap üzr istəyəcəm. Razmiçdalsiya. Mamuşka, üzr isteme, ayıp yok. Get prosto birisini tut koluna, dile ki, keki de eve, getir eve. Ha? Не дождёшься. Mamuşka. Ha mamuşka. Yenə tufan, hə? Yox, qasırğa. Görmürsən, Amovun sandığını çıxardıb bayra. Oo, nə tez balam. Yenə deyirəm sən sağ ol ki, 6 aydan sonra xəriflədin ha. Dibo, bəs də. Bəs sən nazımda oynadın mən. Mamuşka, qurban bağışla, sağ ol, keç günahımdadır. Uşaqdır, bilməyib də, indi şəxsən onun yerinə mən səndən üzr istəyirəm. Çox nahaq yerə üzr istəyirəm. Ay oğul, çıxarıb sandığın bayra əcəb eləyib. Axır ki, mən başıma bir kara Ya sən nə danışsan? Bu evin kişisi mənəm. Necə deyirəm, hələ də olacaq. Yox, olmayacaq. Mən deyən olacaq. Dilbər, Mamuşka. Mamuşka, sən qabaqlar belə danışmazdın axı. Sən qabaqlar yada düşür, deyirdin ki, sən mənim papçikamsan, sən mənim mamçikamsan, sən mənim həyatımsan. Pişiyimsən, hə? Nə oldu indi, nə tez o şirin sözlər hamısı yadından çıxdı. Belə göz yaşı axıdırdın, hə? Elə büyüdün ki, almayacağım səni. İndi alandan sonra başqa zədə danışsan, hə? Dedim qoymayacam, nəsə o? Ay Akif, ay oğul, lazımdır. Mənə görə qanımızı qaraltmayın. Dilbər, heç səndən gözləməzdim ha. Yer elirsən, hə? Yer elir, apar öz evinə də. Nəşə aparmısan? Öz evimə, nöşə aparmıram, apararam indi. Apararam. Yalnız, gözəlik üstüme gönderme, oğlum. Sen koymuşsan ben iştirenden koymuram. Abala, lazımdır. Heç birinizin evi mənə. Bu nə mərəkədir, bu nə hayküydü burada, nə olub sizə? Tufandır qardaş, qasırğa, tufan. Gəldin, gəl evə. Çəkilin hazır. Ay qız deyən görüm, nə olub burada, nə baş verib? Heç nə. Mamuçkadır da dünənki davadan sonra ananın sandığını çıxarıb atıb bayra. Əsmər, onsuz da əsəblərin pozulub. Sən kim istəyirsən onun canı. El eləmə ki, tutun qolundan səni atım. Qırağa! Ah, daha ne uşatmırsan? Oğul, ona toxunma. Bir xata çıxacaq. Ya da qaçacaq atası gilə. Əşik qaçsın da! Vur, niye vurmursan? Benim evim olmaz. Çəkil itir qapıdan. Fikrət, əlini sandıqdan çək,
dur kənarda tamaşa eləsin. Ay qız deyirəm itil qapıdan. Dəyaqdan demirəm ağ eləmisiniz. İndiki belə deyil anam öz yanında qalacaq. Ömrünün axırına kimi. Sən yanında özün bilərsən, amma şəxsən mənim yanımda qalmayacaq. Mən çıxıb gedirəm. Ay qız çıx cəhənnəm ol get. Get bax bu saat get gözüm səni görməsin rədd ol. Yaxşı, gedirəm. Şərəf, gözün aydın olsun, gedirəm. Yerin genəldir, həvəsin olsa arada futbol da oynayarsan. Yox qızım, getmə. Yox, bu da kişilikdəndir. Heç rəvadır ki, öz doğma anamı yanımda saxlaya bilməyim. Mən elə kişilərdən deyiləm. Mən elə kişilərdən deyiləm. Fikrət, bırak sandığı. Anam mənim yanımda qalır. Mahit, gedirəm. Gəlib yalvaracaqsan, ayaqlarıma düşəcəksən. Ha, gedirsən get də. Dalınca da gəlməyəcəm. Özdə bura bax, sonra mənə minnətçi dadı göndərməyəsən ha. Siz nə var? Bırakın sandığımı. Heç birinizin yanında qalmıram. Mama bir Bura dəqiqə bax. işlənmə bir dəqiqə. Aki, şəkərli sandıqdan, yoxsa mən də çıxıb gedirəm. Yox əşi nə danışırsan? Gedirsən qapı açıldı yaxşı yox. Ya nə mama ya? Nə? Tak da, хорошо, yaxşı, çıxıb gedirəm, nə olar? Amma zəhmət çəkib dalımca gəlməyəsən, 2 dünya bir olsun ha, qayıtmayacam. Heç qayıtma. Çox elə gözüm atırdı Cənabcığım. Buna bax. Mamuçka. Mamuçka. Mən yazıq başıma nə çarə. Apar, indi istəyirsən lap evin yuxarı başına çıxart onu. Mən gedirəm. Nə? Qayıt deməyəsən, sözün yerə düşər. Mahit, əgər məhkəməyə qədər bu evdən bir dənə çöpəski olsa, vay sənin halva. Əsmər, hamısını dağıdacam, vurub sındıracam. Evdə qalan o xırda-xuruş xrustallarını da, meybeli də, paltarlarını da deşik-deşik eləyəcəm. Deyəcəm ki, güvən yiyib. Baxarsan, görərsən. Getmə də, getmə. Gedirəm, özdə, nasıl sen gedirəm? Mamuçka getmədən. Mama! Kızlar, ay kızlar, dayanın. Ay, Fikrət, getdilər getdilər də. Onlardan yaxşısını da pisini də tapa bilərik. Amma anamızdan heç vaxt tapa bilmərik, hə? Bir daha ben sigaret... Bir daha sigaret ver də. Koymaram. Koymaram. Mənim gəlinlərimi ev işiklərindən eləməyin. Vallahi otlayaram özümü, yorulmuşam. Bəs sən tərk etmişdin? Mamuçka, akşam büyüğünden sonra özüm bilərəm, öz işimdir. İstəyərəm, sigaret çəkərəm, bağışlayır, içki də içərəm. İstəyirsən, lap nə şərəçək, mınə nə? Mamuçka, kimə nə? Onda mənə də minə. Bir dəfə də olmadı ki bu xarabada bir xoş gün görəsən. Dığdıq elə ki bizim ev üçün yaranıb. Xaraba? Fikrət, bax bu sözü dedim, bir dilvə gətirmə. Atan rəhmətə gedəndə sənin 4 yaşın vardı. Naidin 2 idi. Akif də təzə olmuşdu, uşaq heç ata üzünü görmədi ki. Mən arvadlığımla qoymadım bu evə xaraba deyilsin. İndi maşallah nə olub bu evə? Niyə ona xaraba deyilsən? Neyniyim ayana? Hər dəfə işdən arğın, yorğun gəlirəm, bir dəfə qulaq ardına vururam, bir dəfə... Axı mən də insanam, mən də istirahət eləmək istəyirəm. Neçə dəfə qovmaq istədim, sən qoyma. Əcəb elədin. Ailə məyər dağılmaq üçün qurulur? Ailə dağılar
Namus qeyrət üstündə, yalan üstündə, belə xırda şey üçün ağlar. Neyniyim, öldürüm onu? Fikrət, mənim onlar əl kim ki atmır, başa düşürsən? Amma sənə bir sillə vuram, gelib o divara yapışarsan. Yedi gedərirəm, get çay çörəyi yi, mən axır ki öz başıma bir çara qılaram. Yox, yox ana, sən burada tək dayanıb qala-qala mənim boğazımdan çörək getməz. Gəl, gəl gedək bizə. Fikrət, mən gedirəm. Hara? Cəhənnəmə! Hara yoxu? Sən hara gedirsən? Cəhənnəmə! Bəs sən hara? Dəymə də cəhənnəmə. Cəhənnəmin planı da oldu ki. Həri, düz deyirsiniz. Sizin nə vecbizə? Siz de gedin, başınızı yumuşaq balışa qoyun, yatın özünüz üçün. Yaxşı gəlirlər deyərlər sizə. Gedin. Sizin başınıza bir oyun gətirim ki, mən ölənəcəm, pərvanə kimi başıma hərəməsiz. Eybi yox, eybi yox. Aman Allah. O kadar sürükleyipler ki ora bura. Paltarlarımı gör ne güne salıblar. Bir ütülenmiştim. He, bu benim gelinlik şeylerimdi. Böyle. He, atamın xəncəri. Kızıllar oradadır. Görüm oradadır mı? He. Bohçadadır. He. O bu sağırdadır. Onlar da oradadır yoksa. He. O da yerindedir. Her şey yerinde. He. Bu mənə lazım olacak. Gelinler. Ay gelinler. Siz bu sandığıma bakın. Gözünüz burada olsun. Gedim bir usta çağırım. Bu daxmanın qapısını düzeltsin. Gedim orada kalın. Siz de rahat olun. Doğrudan ha. Hiç o kuryatnik bizim ağlımıza da gelmiyor. Sizde ağıl olsaydı benim ne derdim vardı? Deyirəm bura. Yum ağzımı. Fikrət, mənim çoxdankı arzum oydu ki, onu boşuyum. Sen bilsen uşaq olmasaydı ben de onu boşayardım. Yox, deyirəm bəlkə başqa yol Acı tapaq. dedim yum ağzımı da. Yox da başqa yol tapaq da. Dedim yum ağzımı. Necə mən demiştim sizə, gəlin evdə hərəkət edeyim. Oldu? Oldu. Gəlin bura. Mamska qoymuraq içməyə. Yum ağzımı. Bu. Görəsən indi Nahid gel harda olarlar? Deyirəm gedim müştuluq alaq onlardan. Harda olacaqlar? Dəniz qırağında, gəzməkdə. Onsuz da gezip axırda eve qayıdacaqlar. Narahat olmayın.
İndi Şərəf usta tapa bilmirsən. Onda bu gecə kimin yanında qalacaq, hə? Mamiçka, bu gecəlik qalar sənin yanında. Sabah biz özümüz gedib usta tapı çağırarıq. Düşdü o dağlar qızı. Qalsın da sənin yanında da. Yatar da elə burada. Özü yaxşı havadır, canı bərkdir. Heç nə olmaz ona, valla. De, ala. Əla. Amma qızlar, nə çıxartmışam? Lap oynamağım gəlir. Az biz bəyəm oynamaz zad bilmirik. Ne oldu? Usta tapmadın? Yok. Mümkün olmadı. Gecdi deme. Kaldı sabaha. Bir usta da tapa bilmirsən. Daha ne lazım seni? Her düz değilsen. O vakti lazım idim. Gözümü yumdum dünyaya. Həsr özümü uşaqlarıma. Sözün Dilber. Dejur ustalardan birine zəng edib çaxdıradın da. Mamiçka, bu gecəlik qalsın da qalsın sənin yanında. Sabah biz özümüz gedib usta tapıb çağırarıq. Benim yanımda niye? Kalsın da senin yanında da. Tozum niye? Yüz gördüm səndə. Görsən sən Allah. Güya ki sen ondan geri kalarsan. Gələ də, xeyrinə də danışma olur. Şərəf, bilirəm, sən axırda mənim yaxamda qalassan. Amma bəri başdan deyirəm, fikrət yox Bax belə Fikrətin dədəsi gələr, yenə səni evinə qoymayacaq. Bura bax Fikrətin dedesiyle için olmasın. Qurban olun bəxtimə, mən də elə bunu istəyirdim də. Yok. El değilmeyip bağlıdır. Yarı canım kalmıştı. Dedim lomzat salıp açarlar. Sandığın ağzını niye qıfırlamısan ayar var? Bir dünyalık var dövlətim var burada. Hayatın ortasında ağzı açık koyup gitmeyecektim ki. Bir dünyalıq neyim var orada dedi? Hiç neyim. Sen ged öz işinle meşgul ol. Ay kız, bir süpürgeni ver, gedim o dakmanı siz süpüreliyim. Odri, heyet süpürgəsi. Süpür onunla da. Ne olar? Həyət süpürgəsiyle süpürər. Gedib qalaram o daxmada. Qapısı bağlanmır. Ne olsun, uğramazlar ki məni. Sandığımda da kim bilir ne var. Şərəf, düzün de görmə, ne var bu sandığında? Sandıkta ne var? Çok şey. Onun içinde öyle şeyler var ki görsəz ürəyiniz gedər. Doğrudan deyirsən. Heç olmasa ucundan qulağından de də. Bu sandıq İlyas'ın ulu babasından qaldı. Kişi məşhur qızıl gümüş qaşdaş taciri olub. Qızıl haber eləyib. Qızıl nədir? Onun o kadar qaşdaş dükkanları olub ki, Bakıda, Gəncədə,
Sonra Türkiye'de, Mısır'da, İran'da, Irak'ta alveri gelir. Ha, kilo kızılı. Kise kaç olur. Bəs necə olub onlar? Deyir sandıqda da. İlyas'ın ölümüne kadar Allah rəhmət eləsin. Allah ölənlərinizə rəhmət. Mən heç nə bilmirdim. O yatağa düşəndən bir neçə gün qabaq çağırdı məni yanına. Açdı sandığı, baxdım gördüm. Bəh. Kaş açaydım sandığı. Siz heç qara brilyant görmüsünüz? Neçə dənədən? Bir ovuc, hərəsi noxud boyda. İlyas'tan sonra 5-6'sını çördüm pula, uşaqları böyüttüm. 5-6'sını da verdim oxumaqlarına. 3-4'ü de getdi toylarına. Nə qalır qalanda, hamısı bax bu sandığında. Bəs indi onlar kimə qalacaq? Nə bilim, mən əhd eləmişdim ki, meydim hansı evdən çıxdı, bu sandıq o evin gəlinə qalacaq. Madam ki meydim o daxmadan çıxacaq, indi kimə qismət oldu da. Ne oldu? Ürəyindi. Şərəf xanım! Ha. Şərəf! Sənə ne oldu? Sən arandı. Aha. Ürəyim! Sənin də ürəyindi. Kızlar ne oldu axı? Hamımızın ürəyi birdən xarab oldu. Şərəf xanım! Qurban olaram sənə! Az mən şərəfmə, məsmərəm, düş aşağı görüm. Sənə nə var? Öz sandığımızı da çıxarmışam ki bayra biraz hava dəysin. İndi durub aparacam evimizə. Ne? Heç mən qoyaram. Ölmüş dəsmər ki sənə sandıq versin. Əgər səhv etmirəmsəm, mən bu evin böyük gəliniyəm. Qaynanam da mənim yanımda qalacaq. Şərəf xanımın yorğun döşəyi mənim evimdədir. Canın sağ olsun. O üçün təzə yorğan döşeyi tutaram. Xeyra, qaynanam mənim yanımda az olub. Mən ondan doymamışam. Qaynanam qalır mənim yanımda. Belə zorla, belə güclə. Bildiz? Xavər, sənə elə güc gələrəm. Promoskor pomuşluq olar sana. Mənə heç nahid bacarmır ha. Qızlar, dava nəyə lazımdır? Şərəf xanım onsuz da mənim yanımda qalacaq. Çəkdim o yana. Bir yaxdan çıxarıb atmışdım bayra. Ne oldu? İndi qaynana şirin oldu sana. Xavər, Əndən danışma. danışaram da o yanda keçərəm. Gedmeyeceğim. O iyi olsunlar birbirinizi açın. Əsmər, sandığı bırak. Buraxmıram. Sənə deyirəm sandığı bırak. Buraxmıram Sənə sandığı. deyirəm sandığı bırak. Buraxmayacağım. Bırakmırsan? Yok. Az bırakmırsan. Şərəf xanım! Şərəf Ay kızlar ne olur niye sattın? Şərəf xanım, qurban olaram sənə, sən mənim anamsan. Üzvaq olmuşam, üzüm qaralsın. Allah eləməsin. Qaralsın sən düşmənin gözüdür. Mamuçka! Qurban olaram sənə Mamuçka! Şərəf xanım qurban ol. Mamuçka ki süpürgəni sənə qıymadı. Elə bir belə yatmışım birdən ayrıldım. Hiç vurdu kəlləmə. Elə bir moment gəzirdim ki tutum saçlayım onu. Dur gedək mənim evimə. Süpürgə nədir? O İtalyanski Don Carlone mebelimi vursundur. Dinlənsəm ha, heç atamın qızı deyiləm. Sənə qurban olum. Sən ayaqlarının altında qalım. Yok elə Ölüm. demə, elə demə kızım ürəyim xarab olur. Elə demə. Dur
gedir mənim. Anacan, necədir? Qiyamətdir, bax belə giyin, mən də deyim, hə. Şərəf xanım, necədir? Bir mənə də bax da. Sən də əla giyinirsən, əla, çox yaraşır. Çox gözəl. Anacan, gel gidi oturaq çay içelim. Yavaş yavaş Şərəf xanım, Gel, yavaş. gel dincel. Yavaş ol. Sən Ne oldu anacan? Ne oldu? Ürəyimdir, caval kadın verin var evimizdə qoy Yok, gətirin. yok, yok. Yok şu Gel əyləş. Lazım deyil, Əyləş. lazım deyil, Yavaş, yok, yavaş, yok. yavaş. Özünə müqayət. Sizi ki belə görürəm, sevindiyimdən ürəyim fərəhlənir. Əli ver mənə. Hə. Amma qızlar, sizdən bir təvəkküm var. Mən öləndən sonra arxamca artıq əksi söz deməyin, ha. Neden söz değil? Ne danışırsan Şeref Hanım? Söz veririm ki sana her cümə akşamı Yasin oxuturacağım. Az. Yasin ne şoxudursan ona? Sap sağlam adamdır, görmürsən? Görsən sən ala Şərəf xanım. Gəl mənim yanımda qal günə. Qurban olaram sənə Şərəf. Anacan. Mənim yanımda qal günə. Al iç sudu. Az. Soyuq suyu hara verirsən? Hamamdan gəlir bax. Düşdü o. Xəbər. Atam canı qaynamışdı. Mən heç buna soyuq su verərəm. Oxay. Mən də qoşdum. Yok ya öyle bir şey nasıl pis təsirlər diye bir... Ne oldu, niye gelmiyorsun? Şərəf xanım. Dur gedəyi və divanda yerini salmışam. Biraz uzan istirahət elə. Xavər, nə danışırsan? Bənim mənim evimdə divan yoxdur. Öyle gedər mənim evimdə də gəl Şərəf. Anacan, sen bu akşam bizde kalmasan. Çesnə slova. Ah kim gelir ben tiketiye doğruya. Nahid də gəl mənim evdən qovar. Şətin xasiyyətini bilirsən də böyük oğlundur. Əsəbidir. Gəlib evi işi dağıdacaq. Mənim özümü də yəqin sağ qoymayacaq. Yok. Aa, hamısı bir yerde oturup keyiftedirler. Ayşe, barışım var Nahid. Ama ne acaba bunlardan, ne barışı bunlar? Bu nedir böyle? Bu ne deməkdir? Başa düşmürəm. Belki bu bizim xəyal, arzularımız, xəyallar çevrilip gelirler, konublar bura. Ay yok, yok. Nahid barışım baba. Mamuçka kurban olalım sen yüreğin dağa dön diye. Mamuçka. Sen yine çıkarak Mənə bak, tutardık. Mamuçka hayal belə geldi. Ben sənə dedim kafede. Ne danışdınız? Akıcı olmuyor. Nece tapşırmışam evde git. Yok bir şey barışımlar. Öldürmeye gel be. Bak Gelin, özüm, ben gelin. Barışımlar. gel açın. Şərəf xanım yalvarıram. Yok, 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 öyle. Nahid tez ol gel sandık aparalım. Aparam, Sənin anan bizimlə qalacaq. Tez ol düş qabanı sandığa aparaq evə. Şey görüm ayrı. Ezberəm, sandığı bırak. Qurban tibi. Bak deyirəm, Mamiçka bizden kalmasa çık geleceğim. Doğrudan Mamuçka. Sandığı... Sandık bizim eve getirecek. Sandığı şöyle. Bizim eve, bizim eve getirecek. Mamuçka bizim eve getirecek. Mamuçka bizim eve getirecek. İtirin şehirli bulunanımız. İfritələr. İndi de orada ne sağlırsınız ha? Ben de boşuyuram. Razmat ve salam. Bekar lazımdır. Ben de boşayacağım. Fikirləşərəm də. Aynen sana kurban olun. Sen bundan sonra benim evimde kalacaksın. Bunlar iş senin ayağının tozu da değil. Ay kız bana bak. Atom kalamasına gitmek istemirdin. Geç canım oldu ne istiyorsan. Anam bundan sonra benim evimde kalacak. Ve sana bu sefer kurtardık. Haber. Bak ahırıncı defa sana deyirəm. Tut sandıktan apar eve. Baş üstə. Sandığın aparaq, üstündə Şərəf xanımı da. Qurban olaram ey yaraşığına. Öyle şey yoktur. Şeref Hanım da bize gelir sandık. Sen bunu bırak. Sandık bizim eve gelecek. Otur Mamuçka. Öyle şey yoktu. Sandık dedim bizim eve gelecek. Şahit. Düş sandıktan aşağı. Anam Xavərlə yaşayacaq. Düş sandıktan aşağı. Öyle şey yoktu. Anam da bize gelir. Sandık da değil mi? Sandık da bize gelir. Mamaşla da bize gelir. Söyle kız. Dur burada. Otur Mamuçka otur. Kurban ol Şeref Hanım'a da onun sandığına da. Ha düzdür. Akif. Mamuçka. Sandırma. Mamuçkanın yanında kalacak. Akif vurup sen ağzı burnu patlarım indi. Dur ayağım. Dur buna. Yani biz sizin ikimize de gösterelim. Ay kan vurmalı beynime. Evet. Dur bak. Anam alın. Atmadığını yana. Şeref Hanım. Şeref Hanım. Kur'an'ın oğluna
bilirsən də lan, sandıq bizim eve gelmedi. Anam da, ya sandıq bizim eve geldi. Hele şey yok da. Bizim eve geçsen sandık. Koyma da öldürürler şeref. Nereye kalacağım? Kıracağım hamısı. Öldüreceğim hamımızı. Ay Şeref Hanım, alemli qattın bir-birinə. Cəhənnəm olsun sən sandığında daş qaşlarında. Vuracağım. Ana çekil. Daha dur. Daha dur bak seni de öldürürüm. Kıracağım hamısı. Al geç bile. Hadi seni vur. Benim dolarım üstüne. Öldüreceğim. Südümü sana haram ederim. Atın yere elinizde ne var? Gülleli yerim sizi. Gelinlerin hatırına geçirem sizi. Ama böyle şeyler birinci ve ahırıncı defa olsun. Bilirim bu sandık evvel ahır hata çıkaracak. Mamuşka ne diyorsun? Sandıkta ne var? Hamsını atacağım kanalizasyon. Niye koyana? Abalam, neyinim ay başımıza dön. Ha? Ben neyim? Birimizin yanında kalacağım, öbürsü inciyecek. Akif, Fikret'in yanında kalsam razısan. Razıyım. Yok Mamuşka, yok razıyım. Naib, ben sen nece? Yok elbette yok. Ha, bak görürsünüz. Resmen başıma ne çağırdı? Ay ana sana qurban olum, sen dünya görmüş adamsan. Sen bize bir məsləhət ver. Biz de seninle razılaşaq, bir yerde mehriban yaşayaq. Bak sen ne desen, biz razıyıq. Ne Mamuşka? Razıyıq. Hə, razıyam. Ay kız deyirəm razıyıq. Hə, razıyam. Sen necəsin, razısan? Razıyam, ay razıyam. Mamuşka sen de razısan da. Конечно razıyam. Ay sağ ol. Bak belə. Həmişə mehriban olun balalarım, hə? Ve selam da anamızsan, büyümüşsən. Tamam. Ne desen hamurukla razı olacaq. Öyle değil. Ha dur. Deyirlər ki, harda birlikdir, orada dedikdir. Düzdür? Mamuşka senden bir söz soracağım. Bu kızıl hakkı sen de hardan gelmişsin? Salma. Ama siz elə olmadınız. Mən inandım, özüm də bildim. Ay ana, biz sənin oğlanlarım. Hadi. Sen bize göz eləyəndə, biz bildik ki, məsələ nə yerdir? Ha, bəs o taxta tüfəng var. Bakmıştı. Kim gətirmiş? Onu de o tiyatrodan, rekvizit çekimden. Bir şirvana götürmüştü. Ama deyirəm nə inandılar bizə. Ne de anlattı. Ay ana. Arkadaşım, yaxında bilet almışam. Özü təzə tamaşa. Premyera. Nahilə də zəng edim bana. Akif onu. Mamuşka, birinci Yok Mamuşka. Ha, salam. Ne olur? Abrat yapayım. Şeref Hanım, gelin. Gelin eğleşir. Hə, nə oldu ki? Hazırlaşın gedin tiyatro. Yo, siz gedin mən kalıram. Anacan. Anacan ne işi olar? Sen gitmesen ben gitmerəm. Yo, siz gedin, mən də nəvələrə baxaram da. Sensiz hara. Sen narahat olma. Uşaqlara Emran ele bakacak. Dur hindi de. Dur mamcık. Heç narahat olmayın, bilet çox deyil. Alo. Gel. Sen. Şeref Hanım. Çok sağ olsun. Dəli, Anacığım. Buyur anacığım. çok sağ ol kızım, ne zahmet çektin. Ne sözlü? Borcum var anacığım. Çok sağ ol. Mamcıkara. Ay kurban olayım sana. Bir dazına bak. Özüm pişirmişim. Aferin kızım, aferin. Ay aman ay aman aman gelinler Kaynana elinden yanan gelirler Her sözü söz eyle yaman gelirler Yakşısına canım kurban eylerler Ay aman aman gelinler
Kaynana elinden yanan gelirler. Her sözü sözüyle yaman gelirler. Yamanından aman aman eylerler. Ev eşiğin tacı olur gelirler. Baldızına bacı olur gelirler. Heyferden acı olur gelirler. Yakşısına can kurban eylerler. Ev eşiğin tacı olur gelirler. Baldızına bacı olur gelirler. Heyferden acı olur gelirler. Yamanından aman eylerler. Anadır getiren bizi cahana. Kaynana olmalı ister her ana. Gün gelir gelirler olar kaynana. Yakşısına canı kurban eylerler. Anadır getiren bizi cahana. Kaynana olmalı ister her ana. Gün gelir gelirler olar kaynana. Yamanından aman eylerler. Ev eşiğin tacı olur gelirler. Baldızına bacı olur gelirler. Heyferden acı olur gelirler. Yakşısına canı kurban eylerler. Ev eşiğin tacı olur gelirler. Baldızına bacı olur gelirler. Heyferden acı olur gelirler. Yamanından aman eylerler. Ev eşiğin tacı olur gelirler. Baldızına bacı olur